toparlanmaq, bir arada olmaq, yəni bizim nicat yolumuz budur. Bundan başqa bir şey yoxdur. Heç kim heç gözləməsin. Nə bir dənə Peyğəmbər gəlməyəcək ki, təzədən bizi hidayət eləsin, ya da biz onun yanında onun varlığı ilə müşərrəf olaq. Nə İmam-ı Zaman əleyhissalamın gəlişi üçün halımız müsait deyil, zəmin yaratmamışıq. Və elə bir xülya xəyallara da qapılmayaq ki, mən gözləyirəm. İmam Zaman əleyhissalam gələr, o nicat verər, o mənə yardım eləyər, o mənə dost olar. Sən ilk öncə ona dost olmaq üçün layiq ol. Sən onun yanında ola bilmək üçün o ləyaqəti əldə elə, qazan.